E, Kursa başlayan zaman əslində bütün 4 ay ərzində daha çox şey öyrənəcəyimi bilirdim. Lakin ən çox əksiklərimin 3-cü, 4-cü ayda olduğunu gördüm. Əsasən Google Analitika və SEO bölümündə çox əksiklərim var idi və kurs sayəsində bunu aradan qaldırdım. Artıq hal-hazırda çalışdığım dövrdə bütün bunları öz fəaliyyətimdə tətbiq edirəm. Ümumi müəllimlik növbədə səbirli biri olaraqdan təqdim edə bilərdim. Çünki hər daim tələbələrin fikirlərini dinləyir və onlara dəqiq bir şəkildə cavab verir. İkinci olaraqdan tələbələrə dərs müddətində daim suallar verir və onların dərsdən yaymağına icazə vermir. Fikirlərini daim dərsə fokuslayır. Üçüncü olaraqdan da ki, çox məsuliyyətli biri olduğunu qeyd edə bilərdim. 5 ildən çoxdur ki, marketinq sahəsində fəaliyyət göstərirəm. Uzun müddət düşünürdüm ki, özümü daha da inkişaf elətdirməliyəm. Özümə bir sual verdim ki, bunu necə edə bilərəm. Daha sonra qarşıma Bakı Growth Akademinin rəqəmsal marketinq kursu qabağıma çıxdı. Artıq hal-hazırda çalışdığım dövrdə bütün bunları öz fəaliyyətimdə tətbiq edirəm. Ümumilikdə ilk növbədə bu kursa qatılma səbəbim özümü marketinq ixtisasında inkişaf etdirmək idi, rəqəmsal marketinq sahəsində. Və feedbacklərim də çox yaxşı oldu. Çünki burada bir sürü yeni analizlər, datalar, yeni resurslar, mənbələr əldə etmiş oldum. Bu da mənim çox faydalı oldu və yaxşı ki, qatılmışam dedim.